Salam, diqqət mərkəzinə baxırsınız. Prezident İlham Əliyev Slovakiyaya səfər edib. Səfər çərçivəsində Azərbaycan və Slovakiya arasında bir sıra sənədlər imzalanıb. Bratislavada aparılan danışıqlarda diqqət mərkəzində Azərbaycan qazının Avropaya nəqli, Azərbaycanın keçən nəqliyyat dəhlizləri və Slovakiyadan silah alınma məsələləri xüsusilə olub. Hər halda hər iki ölkənin liderləri bu məsələlər üzərində dayanıblar və bu məsələlər barədə müzakirələr aparıblar. Azərbaycan Slovakiyaya nə qədər qaz satmaq və hansı silahlar almaq fikrindədir? Bugün diqqət mərkəzində bundan danışacağıq və təbii ki, Ukrayna müharibəsi ilə əlaqədar Avropanın düşdüyü çətin vəziyyətə toxunacağıq. Qoca qitə 2-ci Dünya müharibəsindən bəri belə çətin durumda olmamışdı. Bu mövzuların müzakirəsi üçün studiyamıza dəvət etdiyimiz qonaqları sizə təqdim edirəm. Millət vəkilləri Elçin Mirzəbəyli və Azər Allahveranov, siyasi şərhçi Əli Musa İbrahimov və Bakı Politologlar Klubunun rəhbəri Zaur Məmmədov. Axşamınız xeyir, hörmətli qonaqlar, studiyamıza xoş gəlmişsiniz. Elçin müəllim, sizdən başlayaq. Azərbaycan və Slovakiya arasında əməkdaşlıq. Məndə belə təəssürat yarandı ki, əsas diqqət mərkəzində olan mövzulardan biri Azərbaycan qazının Slovakiyaya nəqli məsələsi idi. Bəli, təbii ki, bəlli olduğu kimi əsas müzakirə olunan mövzulardan biri Azərbaycanın təbii qazı və Ukrayna üzərindən deməli Slovakiyaya ötürülməsi ilə bağlıdır. Bu əsas faktorlardan biridir və təbii ki, artıq Slovakiya Azərbaycan qazını alır və nəticə etibarilə bugün Slovakiyanın enerji təhlükəsinin təmin olunmasında Azərbaycan mühüm əhəmiyyətli bir rolə malikdir. Bəlli olduğu kimi, bu münasibətlərin intensivləşməsi ötən ilin dekabrından başlayır. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamənin icrası istiqamətində ciddi addımlar atılır. Amma Cənab Prezidentin ilk rəsmi səfəri zamanı Bratislavada əldə olunan razılaşmalar, eyni zamanda müzakirə olunan məsələlər xüsusi diqqət çəkir. Çünki əsas məsələlərin sırasında təkcə enerji təhlükəsizliyi məsələsi dayanmır. Bizim üçün önəmli olan mühüm məqamlardan biri də müdafiə sənaye sahəsindəki əməkdaşlıqla bağlıdır. Bəlli olduğu kimi, vaxtilə hətta Türkiyənin özü yeriyən artilleriyasının Azərbaycana verilməsi məsələsində Avropa İttifaqının bəzi üzvləri, o cümlədən Fransa buna qarşı aqressiv bir mövqe sərgiləyib. Nəticə etibarilə biz faktiki olaraq bu kimi məsələlərdə kifayət qədər ciddi maneələrlə qarşılaşırdıq. Amma indiki şəraitdə Slovakiya ilə Azərbaycanın müdafiə sahəsindəki əməkdaşlığı və ən önəmlisi isə birgə məsələlərin yaradılması ilə bağlı əldə olunan razılaşma. Həmçinin bu razılaşma nəticəsində birgə məsələlərin istehsal edəcəyi məhsulların üçüncü ölkələrə satılması ilə bağlı səsləndirilən fikirlər qənaətimə görə çox ciddi bir mesaj kimi qəbul olunmalıdır. Azərbaycan, sizin fikriniz, Azərbaycan və Slovakiya arasında əməkdaşlığın əsas istiqamətləri nədən ibarət ola bilər? Mənim hörmətli həmkarım Elçin müəllim xüsusilə də diqqəti hərbi sahədə əməkdaşlıq məsələləri və enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu ilə bağlı bəzi fikirlər söylədi. Tamamilə razıyam bu fikirlərlə və eyni zamanda mən burada digər istiqamətlərdə xüsusilə göstərmək istəyərdim. İlk əvvəl onu deyim ki, yer gəlmişkən enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, yəni burada bizim üçün Slovakiya həm də Azərbaycan qazının Slovakiyanın ətrafında olan qonşu ölkələrə daşınması nöqteyi nəzərindən də vacib. Çünki bu görünən odur ki, bu strateji artıq bir xəttdir və nəticə etibarilə bununla da bağlı konkret perspektivlər var və tək Slovakiyanın özünün ehtiyaclarının ödənilməsi yox, həm də qonşu ölkələrin ehtiyaclarının ödənilməsi məsələsi çıxır ortalığa və bu da nəticə etibarilə Azərbaycanın qaz ixracı coğrafiyasının genişlənməsi, böyüməsi deməkdir və necə ki, biz bugün artıq dünyaya bu barədə danışırıq ki, 14 ölkəyə Azərbaycan təbii qazı ixrac olunur. Böyük ehtimalla deyə bilərəm ki, çox yaxın bir vaxtlarda biz eşitəcəyik ki, elə Slovakiya üzərindən digər ölkələrə daşınan qazın konkret olaraq ölkələr sayının artmasına gətirib çıxardacaqdır və nəticə etibarilə bu 14 yox, daha çox ölkə olacaq. Bu çox olduqca vacib bir nüansdır. Bu məsələnin birinci tərəfi. İkinci bir tərəfi hərbi sənaye sahədə əməkdaşlıq məsələlərinə gəldikdə şübhəsiz ki, özü yeriyən artilleriya qurğularının alınması, 44 günün Vətən müharibəsindəki olan deməli bizim uğurlar və digər məsələlər olduqca vacibdir. Amma bir də önəmli olan məsələ nədir? Azərbaycanın
konkret olaraq bununla bağlı strategiyası ondan ibarətdir ki, silah almaqla yanaşı eyni zamanda özünün hərbi sənayesini inkişaf etdirmiş olsun və nəticə etibarilə birgə müəssisələrin yaradılması, məhz Azərbaycan-Slovakiya birgə müəssisələrin Azərbaycanda fəaliyyət göstərməsi eyni zamanda Azərbaycanın silah ixracı potensialını artırmış olur. Səhv etmirəmsə elə bax bu axırıncı görüşdə də bu barədə də fikir söylənilibdir ki, konkret olaraq birgə müəssisələrin açılması ətrafında da müzakirələr aparılıb. Bu da və birgə satışın təşkil olunması bu çox önəmli bir nüansdır. Və üçüncü bir məqama, 3-cü və 4-cü məqamlara xüsusilə toxunmaq istəyirəm. Bu iqlim dəyişikliyinə bağlı olan bir mövzudur ki, COP29-da bildiyiniz kimi Slovakiya Azərbaycanı ən yüksək səviyyədə deməli təmsil olunmaqla dəstəkləmiş oldu. Bu da olduqca vacib məsələdir. Çünki iqlim gündəliyi, yaşıl enerji, yaşıl gündəlik və bu bütün ölkələr üçün bugün prioritet mövzulardan biridir və burada da Slovakiya Azərbaycanla birgə bir mövqedən çıxış edir. Bu da vacib nüans. Çünki mən COP29-un bilavasitə iştirakçısı olduğum üçün mən o məsələlərə xüsusilə toxunmaq istəyərdim. Və dördüncü burada mənim diqqətimi çəkən bir məsələ də var. Bu da Slovakiyanın sırf maraqları hardan qaynaqlanır deyə, onun strateji maraqları necə təmin oluna bilər Cənubi Qafqaz bölgəsində. Azərbaycanın icra elədiyi transmilli nəqliyyat lojistika layihələri var ki, bu layihələrin üzərindən də Slovakiya üçün maraqlı olan şərqdən qərbə doğru daşınan yüklərin müəyyən bir qismini məhz Slovakiya istiqamətində daşımasında Slovakiya bunda çox maraqlıdır. Çünki iqtisadi cəhətdən çox rentabellidir, təhlükəsizlik baxımından da olduqca vacibdir və digər tərəfdən də strateji tərəfdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi nöqteyi nəzərindən bu mövzuda və bu kontekstdə əməkdaşlığın dərinləşdirilməsinə çox böyük ehtiyac var ki, Slovakiya bunu məhz bu kontekstdə dəyərləndirir. Əlimsa mənim toxunduğu çıxışında Slovakiya ilə Azərbaycan bir var sadəcə silah almaq, kimdənsə hansısa bir artilleriya qurusun, hansısa bir silahı alırsan. Bu olur 1 ədəd və yaxud da 10 ədəd və onun tərkib hissələri, elementləri və s. Amma Azərbaycan və Slovakiya hərbi sahədə əməkdaşlığı deyəsən daha dərinləşdirmək fikrindədirlər. Çünki söhbət bilgə istehsaldan gedir. Bu isə texnologiyaların da verilməsidir və investisiyaların yatırılmasıdır. Bu istiqamətdə necə qiymətləndirirsiniz perspektivləri? Əlbəttə ki, çox doğru olaraq qeyd edilər məndən əvvəlki çıxışlar həmkarlarımız və bugün Azərbaycan bilir ki, bu vaxta qədər Azərbaycan bu istiqamətdə təkcə Türkiyə ilə əməkdaşlıq edirdi. Yəni, bugünə qədər Türkiyənin şirkətləri, yaxud da ki, Türkiyə-Azərbaycan birgə şirkətləri həm Azərbaycanda, həm Türkiyədə fəaliyyət göstərirdi. Məhz silah ixracı, silah istehsalı və silah satışı üzrə. Amma bu Slovakiyaya çıxmaq Azərbaycanın bu istiqamətdə fəaliyyətinin imkanlarının daha da genişləndirməsi deməkdir. Yəni, bugün Azərbaycan təkcə Türkiyə hərbi sənayesi ilə kifayətlənmir. Eyni zamanda Avropada Slovakiya kimi çox böyük təcrübəyə malik olan silah istehsalçısı və ixracatçısı ilə əməkdaşlıq edir. Və Azərbaycan çox doğru qeyd edildi. Azərbaycan birgə müəssisələr yaradacaq və bu silahın istehsalı olacaq. Ona görə Azərbaycanda bu imkanlar çox genişdir və bu vaxta qədər də Azərbaycan artıq dünya bazarına silah satışı ilə çıxmağa başlayıb. Amma silahı istehsal etmək başqa bir məsələ, onun üçün alıcı tapmaq, yəni onu bazara çıxartmaq başqa bir məsələdir. Və Slovakiyanın məhz bu istiqamətdə çox ciddi təcrübəsi var və mən hesab edirəm ki, Azərbaycan təkcə birgə müəssisələr vasitəsilə silahlar istehsal etməyəcək, eyni zamanda bu silahları bazara çıxarmaq istiqamətində Slovakiyanın təcrübəsindən çox geniş istifadə edəcək və o cümlədən Azərbaycan hərbi sənayedə də müəyyən nailiyyətlər əldə edib və mən hesab edirəm ki, bu nailiyyətlər eyni zamanda Slovakiya ilə bölüşəcək və Slovakiyada Azərbaycanda istehsal olan malların öz vasitəsilə Avropa ölkələrinə və digər ölkələrə satılmasında yardım göstərəcək. Və bugün Avropanın elə məhz deyək ki, Azərbaycanda da istehsal olan silahlara çox ciddi ehtiyacı var. Bilir ki, Amerika Birləşmiş Ştatları öz təhlükəsiz çətrini bugün də olmasa sabah Avropanın üzərindən götürəcək və Avropa təhlükəsizini təmin etmək üçün məhz silah istehsalçılarına ehtiyac var. Mən hesab edirəm ki, bu günləri Azərbaycan Avropanı enerji resurslarıyla təmin edir, qazla təmin edir. Sabah mən düşünürəm ki, Azərbaycan eyni zamanda Avropanın təhlükəsini təmin etmək üçün istehsal etdiyi silahlardan da istifadə edəcəkdir və Avropa Azərbaycana bugün qaz təsisatçı kimi baxırsa, sabahlar məhz silah təsisatçı kimi baxacaq. Və bunun bünövrəsi məsələ bugün Slovakiyada qoyulur. Bəli, burada artıq Slovakiyanın əhəmiyyəti haqqında vurğulandı. Onu əlavə etmək olar ki, Slovakiya doğrudan da
sıradan bir ölkə deyil. Baxmayaraq ki, ola bilsin ki, məsələlərdən uzaq olan tamaşaçılar və şəxslər düşünə bilərlər ki, Slovakiya Avropa İttifaqı daxilində, NATO daxilində açar dövlətlərdən biridir. Amma biz statistik göstəricilərə baxsaq, biz Slovakiyanın real Avropa İttifaqında oynadığı rola baxsaq, görmüş olarıq ki, doğrudan da bir sıra istiqamətlərdə üstün mövqeyə malikdir. Birincisi, Slovakiya kommunikasiya hublarından biridir və Rusiyadan Avropa İttifaqına vaxtı itikən gedən bütün, demək olar ki, əksər daha doğrusu, bütün yox, təbii qazın demək, kəmərlərinin əsas yerləşdiyi bir coğrafiyadır. Oradan Polşaya, Çexiyaya, Avropanın digər ölkələrinə qaz kəmərləri gedir, Eurostim oradadır. Bu çox vacib amillərdən biridir. Digər tərəfdən Slovakiya həm də Avropada bir, belə deyək də, çəkindirici və qüvvələr balansını qoruyan dövlətlərdən biridir. Slovakiyanın bu və yaxud digər şəkildə regional məsələlərlə bağlı mövqeyi hardasa Avropa İttifaqı ilə üst-üstədə düşür, bəzi məqamlarda isə Avropa İttifaqı ilə üst-üstə düşmür. Üçüncü məqam ondan ibarətdir ki, Azərbaycan üçün biz artıq Şərqi Avropa ölkələri ilə öz enerji siyasətimizi təbii qaz istiqamətində həyata keçirməkdəyik, reallaşdırmaqdayıq və əgər xəritəyə baxsaq görmüş olarıq ki, Rumıniyadan, Albaniyadan, Serbiyadan sonra növbə Slovakiyaya çatır. Və Slovakiyadan sonra Polşa, Çexiya və digər ölkələrlə daha geniş şəkildə biz həm yaşıl enerji istiqamətində, həm də ki, təbii qaz və digər enerji resursları istiqamətində kommunikasiya xətlərini, borularını çəkə bilərik. Eyni zamanda Prezident İlham Əliyevin yeri gəlmişkən qeyd etdiyi kimi dünyada biz demək qabaqcıl mövqedəyik boru kəmərləri xətləri ilə təbii qazın ixracında. Digər tərəfdən Slovakiya adam başına düşən ümumi daxili məhsulda Avropa İttifaqında lider dövlətlərdən biridir. Bu da çox maraqlı nüanslardan biridir. Daha sonra sənaye biz nəzər saldıqda Avropanın vacib avtomobil zavodları, fabriklərinin bir demək qismi Slovakiyada fəaliyyət göstərir. Yəni kifayət qədər ciddi şəkildə biz iqtisadiyyat sahəsində təkcə hərbi və energetika yox, həm də ki qarşılıqlı investisiya, maşın qayırma və digər sahələrdə də fəaliyyət göstərə bilərik və əməkdaşlığı genişləndirə bilərik. Beləcə, Azərbaycan bu dəfə strateji öz müttəfiqlərinin sayını əslində keçən il imzalansa da bu istiqamətdə siyahını daha da genişləndirmiş oldu və nəticə etibarilə həm Avropa Şurası Parlament Assambleyasında vaxtı gələndə, həm Avropa Şurasında, həm Avropa İttifaqında bizim dostlarımızın sayı daha da artmış olur ki, birbaşa olaraq Avropa-Azərbaycan münasibətlərinə təsir edəcəkdir. Elçin, mən bir məqama toxunmaq istəyirəm. Dövlət başçısı dünən keçirdiyi görüşlərdə çox maraqlı bir ifadə işlətdi. Bildirdi ki, Azərbaycanın istifadə olunmayan enerji potensialı 2 giqavatdır. Bunun yaxın 5 ildə 8 giqavata çatdırılması nəzərdə tutulur və belə bir fikir işlətdi ki, müasir dövrdə bu böyük data mərkəzlərin idarə olunması üçün çoxlu sayda enerji tələb olunur və bu data mərkəzlərin soyuq yerlərdə quraşdırılması lazımdır. Azərbaycan cənub ölkəsidir, amma soyuq hissələri var. Və sizə elə gəlmir ki, Azərbaycan hazırda çox gələcəyə hesablanmış bir strategiya həyata keçirdik. İstər süni intellektlə bağlı olsa, istər müasir texnologiyanın bağlısı olsa və istərsə də enerji siyasətindən bağlı. Yəni, məqsədlərdən biri Azərbaycanı gələcəkdə regionun, belə deyək də, data mərkəz hubuna çevirməkdirmi? Belə bir tendensiya müşahidə elədim sanki. Təbii, əslində belə bir strategiya müəyyən izləri görünməkdədir və bu Transxəzər layihəsinin eyni zamanda həm də internet resurslarının ötürülməsi üçün faktiki olaraq bir ərazi kimi, coğrafiya kimi, dəhliz kimi istifadə olunacağı ilə bağlı səsləndirilən fikirlər, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı eyni yanaşmaların sərgilənməsi Azərbaycanın bu istiqamətdə müəyyən addımlar atmaq niyyətində olduğunu nümayiş etdirir. Nəzərə almaq lazımdır ki, bugün işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bütün layihələr faktiki olaraq gələcəyə hesablanmış layihələrdir. Bu, eyni zamanda istər iqtisadiyyatın diversifikasiyası baxımından atılan addımlar, istər ərazinin nəqliyyat xabına çevrilməsi,
çevrilməsi istiqamətində atılan addımlar və digər sahələr və təbii ki, bütün bu ərazilərdə hava limanlarının inşası, yeni yolların salınması, yaşıl enerji ilə bağlı həyata keçirilən layihələrin heç biri təsadüfi deyil. İşğaldan azad edilmiş Azərbaycan əraziləri, yəni Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gələcəyə baxış bucağını nümayiş etdirir və həmin ərazilərdə bəlli olduğu kimi, məsələn, Laçın və Kəlbəcər istiqamətində təbii ki, bu artıq dövlətin strategiyasından sonra məlum olacaq. Sizin söylədiyiniz o data mərkəzlərinin yerləşdirilməsi mümkündür və bu məsələnin Slovakiyada ifadə olunması da təsadüfi deyil. Bəlli olduğu kimi Slovakiya Mərkəzi Asiya, Avropa ölkələri arasında deməli IT texnologiyaları sahəsində kifayət qədər uğura nail olmuş və bu istiqamətdə uğurlu layihələr həyata keçirilən bir dövlətdir. Bizim əməkdaşlığımızın strateji istiqamətlərindən biri də həm süni intellektlə bağlıdır, yapay zəka ilə bağlıdır və həm də ola bilsin ki, data mərkəzlərinin yaradılması ilə bağlı məhz Slovakiya ilə Azərbaycanın əməkdaşlığı bundan sonra nəzərə çarpsın. Azərbaycan, ümumiyyətlə, dünya elm və texnologiyanın çox sürətli inkişafı nəticəsində biz dünyanın çox ciddi formada dəyişməsinin şahidi oluruq. Məsələn, əgər son 5 ilə qədər dünyada ən mühüm bazar neft bazarı idi. Bundan mühüm bazar yox idi. Ən böyük bazar neft bazarı idi. İndi artıq IT bazarı neft bazarını keçib. Və nə qədər qəribə səslənsə də, ən aparıcı qərb şirkətinin IT texnoloqları və yaxud da IT ilə məşğul olan bölmələr, misal üçün, haradasa Hindistanda otura bilər. Çox geniş yayılmış bir təcrübədir. Və gələcəkdə bu data mərkəzlər, süni intellektün istehsal olunan tokenlər, məlum olduğu kimi onlarda çox böyük həcmdə elektrik enerjisi istehlak edir. Mümkündürmü ki, Azərbaycan bax, bu cür mərkəzlərdən demirəm ən böyüyünə, amma ki, bu cür mərkəzlərdən birinə çevrilsin? Yəni, hökumətin bununla bağlı bir kursunu görürsünüzmü? Ümumiyyətlə, yəqin ki, məlumatınız var da, bizdə artıq 2025-2028-ci illəri əhatə edən süni intellekt üzrə bir strateji bir sənəd imzalanıbdır. Çox olduqca vacib bir sənəddir. Bir neçə deməli, hissədən ibarət olan, yəni mərhələləri özündə əks etdirən vacib bir sənəddir və hətta orada Süni İntellekt Akademiyasının yaradılması və digər məsələlər, kadr potensialları bunlar bilavasitə elə ona xidmət edir ki, yəni gələcəkdə, siz dediniz, dünyada böyük mərkəzlərdən biri yox, ən azından Cənubi Qafqazın kifayət qədər böyük, bəlkə də ola bilər ki, yəni bir qədər də geniş arealı götürsək, kifayət qədər vacib bir böyük bir mərkəzlərin birinə çevrilə bilər. Azərbaycanda yaradıla biləcək həmin bu databaza mərkəzi deyək. Və nəticə etibarilə bu biz görürük ki, ayrı-ayrı segmentlər üzrə, yəni həm strateji xəttin ayrı-ayrı çalarlarını hansısa qəbul edilmiş sənədlərdə biz görürük. Atılan addımlarda görürük. İnfrastruktur, yol infrastrukturu məsələlərini ki, hansı ki, Elçin mənim də toxundu. Bu da bu məsələnin bir hissəsidir. IT sahəsində əməkdaşlıq məsələləri və eyni zamanda, baxın, bu mövzu həm də iqlim dəyişikliyi ilə bağlı olan bir mövzu. Çünki elə bir mövzular var ki, süni intellekt üzərindən iqlim dəyişikliyi ilə mübarizə aparılması məsələsi, yəni Avropada faktiki olaraq həm də Slovakiyanın özü də bu prosesdə fəal surətdə iştirak edir. Yeri gəlmişkən bir qədər əvvəl hörmətli Zaur müəllim qeyd elədi, deməli, Bratislavanın Brüssellə bəzi mövzularda üst-üstə düşən bir siyasətin həyata keçirilməsi. Amma mən sizə dedim ki, iqlim dəyişikliyi mövzusu o mövzulardan biridir ki, bəzi hallarda ola bilər ki, Bratislava, Brüsselin də qoyduğu çərçivələrdən kənar bir fəaliyyət göstərsin və COP29-da faktiki olaraq iştiraki ondan xəbər verdi ki, bütün təzyiqlərə və təhdidlərə baxmayaraq Slovakiya müstəqil, suveren siyasət həyata keçirməyə qadirdir və öz milli maraqlarının qorunmasına həm də bax bu tipli mövzularda iştirak etməklə bir həmrəylik nümayiş etdirməklə göstərmiş olur. Bəli, bu ondan xəbər verir ki, bəli, Azərbaycanla Slovakiya arasında bugün artıq çox uğurlu şəkildə həyata keçirilən strateji tərəfdaşlıq siyasəti eyni zamanda bax qaldırdığınız mövzularla da bağlı həmin o texnologiyaların və Azərbaycan üzərindən də gələcəkdə o mərkəzlərin idarə olunması üçün çox geniş bir əlverişli bir mühit yaradır. Yer gəlmişkən onu da deyim ki, sizə bir neçə saat bundan qabaq məlumat keçdi. Bizim bu informasiya deməli məkanında Cənab Prezidentin İlham Əliyevin həm də Baş nazir Fico ilə görüşü, tet-a-tet görüşün keçirməsi və əminəm ki, bu mövzu ətrafında da mətbuata açıqlanacaq ümumi deməli məlumat həmin
bax bu danışdığımız mövzular ətrafında da bəzi strateji xəttin çalalarının müəyyən elementlərini görmüş olacağıq. Daha iki məqam da var. Buyurun. İcazənizlə əgər onlara toxunardım. Bu da çox önəmli məqamdır qənaətimə görə və Slovakiya prezidenti tərəfindən Slovakiya banklarının Azərbaycandakı layihələri maliyyələşdirilməsi ilə bağlı səsləndirilən fikirlər qənaətimə görə mühüm faktorlardan biridir. İnvestisiya imkanlarının xüsusi olaraq dəyərləndirilməsi. Digər mühüm amil isə Slovakiyanın kiçik də olsa bir neft sənayesi var və bəlli olduğu kimi prosesin içərisində də Azərbaycan şirkətləri, daha doğrusu SOCAR-ın iştirak etməsi ehtimalı daha çoxdur. Yəni bu yeni yataqların aşkarlanması ilə və istismarı ilə bağlı olan məsələdir. Yəni Azərbaycan və Slovakiya arasında həm də ənənəvi enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün də kifayət qədər ciddi imkanlar var. Elçin müəllim, sizin sözünüzə qüvvət, maşınqarma sənayesi vacib, sahəsində də bəli. əməkdaşlığın Metallurgiya artıq təməlləri, sahəsində, bəli. təməlləri qoyulmaqdadır. Mən düşünürəm ki, burada da çox ciddi perspektivlər var və iki ölkə başçısı çox uğurlu şəkildə o perspektivləri dəyərləndirir. Mən Buyurun. başqa bir məsələni qeyd etmək istəyirdim ki, Slovakiya, lap bundan əvvəl Çexoslovakiya təbii ki, yüngül sənayedə də çox inkişaf etmişdi və bugün Avropanın müəyyən faizini, 10-12%-ni deyir ki, Slovakiyanın istehsal etdiyi məhz mallar təsis edir və bu sahədə də mən düşünürəm ki, Azərbaycanla bu vaxta qədər də münasibətlər var idi məhz yüngül sənaye sahəsində, yaxud da ki, digər məsələlər sahəsində, hansı ki, biz sadaladığımız hərbi deyil, enerji ixracatı deyil, amma yüngül sənaye və mən hesab edirəm ki, bu sahədə də və əgər biz nümayəndə heyətinin tərkibinə baxsaq, həqiqətən Azərbaycandan da nümayəndələr məhz bu istiqamətdə, məhz sənayemizin, yüngül sənayenin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq etmək üçün yola düşmüşlər və mən heç şübhələnmirəm ki, gələcəkdə hərbi sənaye ilə yanaşı, yaxud da ki, neft və qaz sənayesi ilə yanaşı, eyni zamanda Azərbaycanın yüngül sənaye şirkətləri ilə də Çexoslovakiyanın şirkətləri arasında müəyyən razılaşmalar olacaq və yaxın günlərdə birgə müəssisələrin artıq Azərbaycanda Slovakiya ayaqqabısının, paltarının, yaxud da ki, müəyyən yüngül sənaye mallarının istehsal görəcək. Və mən hesab edirəm ki, bu həm Azərbaycan üçün cəlb edicidir, həm də ki, Azərbaycan mallarının Avropaya çıxarılması baxımından əlverişli olacaq. Və mən düşünürəm ki, gələcəkdə, yaxın gələcəkdə biz bunun şahidi olacaq və bu yüngül sənaye sahəsi eyni zamanda çox tez başa gələn bir məsələdir. Nəinki neft qaz sənayesi, hərbi sənaye və s. Məsələn, 1 ilə 2 ilə artıq müəyyən bir fabrik zavodu artıq fəaliyyətə başlatmaq olar. Və mən düşünürəm ki, ən tezi biz bu məsələlərin şahidi olacaq. Zabəm, eyni zamanda mən bu mövzunun davamı olaraq az əvvəl toxunduğu məsələyə toxunmaq istəyirəm. Azərbaycan elm və texnologiyanın nailiyyətlərinin tətbiqi ilə bağlı kifayət qədər aktiv işləyir. Təəccüblü deyil ki, Birləşmiş Ştatlarla məsələn imzalanan strateji sənəddə süni intellekt sayəsində əməkdaşlıq nəzərdə tutulub. Yəni elə təəssürat yaranır ki, hökumət bu istiqaməti gələcəyi üçün əsas istiqamətlərdən biri kimi dəyərləndirir bəlkə də. Ümumiyyətlə, dünyada artıq iqtisadiyyatın və elmi-texniki tərəqqinin yeni mərhələsinə biz qədəm qoyuruq və bu istiqamətdə süni intellektdən daha çox istifadə etmək, dövlət qurumlarının özlərinin belə süni intellektin tətbiqindən daha geniş şəkildə istifadə etməklə bağlı biz müxtəlif təşəbbüslərini və müxtəlif layihələrini görməkdəyik. Mən bilmirəm Slovakiya bu istiqamətdə dünyada hansı yerdədir, amma məlum məsələdir ki, hər iki hökumət bu istiqamətdə mərhələli şəkildə inkişafı öz qarşılarına qoyublar və nəticə etibarilə Azərbaycanın bu istiqamətdə də Slovakiya ilə, bu istiqamətdə də dünyanın ayrı-ayrı ölkələri ilə biz əməkdaşlığına şahidlik edəcəyik. Amma fikrimcə bu istiqamət əsas deyil. Azərbaycan-Slovakiya münasibətlərinin əsasını məhz geosiyasi bağlılıq, geosiyasi maraqların üst-üstə düşməsi və eyni zamanda iqtisadiyyatın daha da genişlənməsi, iqtisadiyyatın bugünkü vəziyyətində yeni bazarlar tapmaq, həm də qarşılıqlı şəkildə investisiyaların tətbiq edilməsi dayanır ki, bu çox vacib amillərdən biridir. Mən də, həmkarlarım da vurğuladı ki, yüngül sənayedən tutmuş avtomobil zavod və fabriklərinə kimi və yaxud elə ənəvi enerjidən tutmuş yaşıl enerjiyə kimi biz görürük ki, Azərbaycanla Slovakiyanın fikirləri üst-üstə düşür. Bir də Fitzonla görüşdü cənab prezident. Biz bilirik ki, həm Orban, həm də ki, Slovakiyanın demək baş naziri Avropanın digər liderlərindən bir qədər fərqli ideoloji
baxış bucağına malikdirlər. Onlar bölgənin gələcəyi ilə bağlı, Şərqi Avropanın gələcəyi ilə bağlı, elə neft qazdan tutmuş sanksiyalarla bağlı tamamilə balanslı və müstəqil suveren siyasət yürüdürlər. Və eyni zamanda bizim üçün daha önəmlisi olan, onlar gələcəkdə Azərbaycana qarşı təzyiqlərdə istifadə edilməməsidir. Məsələn, Makron və Fransız sevənlər var Avropa Şurasında, Avropa İttifaqında, Avropa Şurası Parlament Assambleyasında. Macarlar və Slovaklar heç vaxt bu qrupa daxil olmayıblar. Yəni onların deputatları İtaliyanı əlavə Çünki Meloninin fəaliyyəti bəllidir. Və bunun da səbəbi var. Həm baxış bucağı ideoloji istiqamətdə onların daha belə deyək sağ və sağ mərkəzə yaxın olmaları, həm də ki, açığı burada məsələn Azərbaycanla münasibətlərdə iqtisadi münasibətlər, iqtisadi əməkdaşlıq və s. də xüsusi rol oynayır ki, İtaliyanın TAP-ın 44 günlük müharibəyə qədər reallaşması biz müharibə vaxtı və müharibədən sonra İtaliyanın hansı mövqedə olduğunu əyani şəkildə gördük və yaxud Şərqi Avropa ölkələrindən olan münasibətlərin biz nəticəsini həm BMT-də, həm Avropa İttifaqında Azərbaycana qarşı Makron həmin dövrdə, indi artıq bu siyasətindən belə deyək də geri çəkilibdir. Görmüş olduq ki, hansı siyasət aparır və bu kontekstdə əlbəttə ki, Slovakiya çox vacibdir və Slovakiyanın kiçik dövlət bilmək lazım deyil. Burada da vurğulandı. Bütün göstəricilərinə görə ən üst səviyyədə olan ölkələrdən biridir. Keçmiş Çexoslovakiyadır və Şərqi Avropanın əsas nüvə ölkəsi, biz nüvə, yəni siyasi nüvə ölkələrindən biri kimi adlandıra bilərik ki, bütün giriş-çıxış demək olar ki, Ukrayna istiqamətində, Rusiya istiqamətində, Baltiya istiqamətində məhz demək Slovakiya. Həm də bu nüvə məsələsinə bir də toxunuq, çünki həm də atom enerjisindən istifadə edən bir ölkədir və bu aspektdən də Azərbaycanla birbaşa olmasa da Mərkəzi Asiyanın enerji resurslarına, uran resurslarına çıxış baxımından da ölkəmiz Slovakiya üçün faktiki olaraq mühüm əhəmiyyətə malikdir. Bir məsələ də burada Tamamilə yerinə düşdü. Burada bir məsələ də vacibdir. Həmkarlarım çox doğru qeyd elədi atom enerjisi ilə bağlı olan məsələləri. Həm də Slovakiya ordusu, yəni NATO müstəvisində və Avropa müstəvisində müharibə görmüş, müharibə təcrübəsinə malik olan, yəni peşəkar ordudur və NATO da bunu çox yüksək dəyərləndirirlər və bəzi hallarda rəsmi Brüssel o digər ölkələrlə fərqli olaraq Slovakiyadan ehtiyatlı danışır. Eyni məqam bir məqamı da xatırladım. Azər müəllim, sizin sözünüzün davamı olaraq faktiki olaraq bəlli olduğu kimi hal-hazırda NATO-nu ölkəmizdə Slovakiya təmsil edir və bir qayda olaraq bu da Azərbaycanla NATO münasibətlərinin də Müdafiə naziri də zəfər günündə keçirilən paradda iştirak edir. Mən bir məsələ qeyd edirəm, o süni intellektlə bağlı və Azərbaycanın gələcəyi, süni intellekt Azərbaycan bütün dövlətlərin gələcəyidir. Gələcəkdə böyük önəm daşıyacaq və Azərbaycanın bu gün Azərbaycan dövlətinin münasibəti haqqında danışmaq istəyirəm və bu gün siz tədbirlər haqqında danışdınız. Yəni süni intellektin gələcəkdə Azərbaycanın inkişafı ilə bağlı müəyyən tədbirlər görür, amma bunu daha yaxşı biz Azərbaycanın xaricə göndərdiyi tələbələr simasına, oxumağa göndərdiyi tələbələr simasına görə bilərik. Və məlum olduğu kimi hər il minlərlə, bəlkə də 10 minlərlə tələbə Azərbaycanın məhz dövlət xətti ilə, dövlət proqramı əsasında xarici universitetlərdə, top universitetlərdə oxumaq üçün göndərilir. Və bugün biz diqqət edirsək, görürük ki, həqiqətən bugün məhz texnika, texnologiya və süni intellekt sahəsində olan ixtisaslara daha ciddi əhəmiyyət verilir. Hər il onların çəkisi, yəni süni intellekt yaxud da ki, digər texnologiyalar məşğul olmaq istəyənlərin yaxud da ki, o istiqamətdə təhsil alanların sayı ciddi şəkildə artırır və məhz bugün də qeyd etdiyimiz kimi Azərbaycan dövlətinin gələcək baxışının bir nümunəsidir. Azərbaycan bugün də yaşamır, Azərbaycan gələcəklə yaşayır və bugündən başlayaraq öz mütəxəssislərini məhz dünyanın ən aparıcı universitetlərində bu sahələr üzrə burada maraqlı bir fakta diqqət çəkmək istəyirəm. Bəlli olduğu kimi Lüksemburq kiçik bir ölkə olsa da IT texnologiyalar sahəsində kifayət qədər inkişaf edib. Bir neçə ay bundan öncə ora səfər etdiyimiz zaman bir maraqlı faktla qarşılaşdım. Sən demə, son illər ərzində orada Azərbaycanlı IT mütəxəssislərin sayı kifayət qədər artıb. Onlar təkcə çalışdıqları şirkətdə deyil, eyni zamanda Lüksemburqun özündə və Avropa İttifaqı səviyyəsində belə artıq müəyyən çəkiyə malik olan insanlardır. Mən düşünürəm ki, bu şəxslərin təbii ki, Azərbaycanda bu istiqamətdə investisiya artdıqca
addımlar atıldıqca ölkəmizə cəlb edilməsi də bizim strateji baxış bucaqlarımızdan biri olacaq və Azərbaycanlıların bütövlükdə bu istiqamətdə çox ciddi potensialı olduğu qənaətindəyim. Zaur müəllim, siz toxundunuz bu məsələyə. Orban, Fico, Trump münasibətlər. Prezident İlham Əliyevin deməli Avropa ölkəsi olan Slovakiyaya səfəri Avropa üçün çox çətin bir dövrdə baş verir. Belə ki, bugün Donald Trump Politico nəşrinə müsahibə verir və Politico nəşrində faktiki olaraq deyib ki, məni Avropa maraqlandırmır, bu müsahibədə deyib. Birləşmiş Ştatların yeni təhlükəsizlik konsepsiyası qəbul olunub. O təhlükəsizlik konsepsiyasında Avropanın rolu əvvəlkindən xeyli aşağıdır. Yəni, başqa sözlə desək, qoca qitə 2-ci Dünya müharibəsindən bəri hələ belə vəziyyətlə rastlaşmamışdı. Və özləri də anlayırlar bunu. Necə hesab edirsiniz? İndiki formatda Avropanın gələcəyi necə olacaq? Bu məsələnin dərin əslində konseptual əsasları var. Birincisi, məsələ onunla bağlıdır ki, Amerika Birləşmiş Ştatlarının bugünkü lideri Trump müharibəni dayandırmaq istəyir və müharibəni dayandıraraq o Rusiyanın daha da zəifləməsi və tamamilə çətin vəziyyətdə qalmasını istəmir. Bu açıq şəkildə görünür. Zelenski axırı bugün Londondakı görüşdən sonra etiraf etdi ki, Trumpın bəzi məsələlərlə bağlı baxış bucağı ilə bizim Ukraynalıların baxış bucağı düz gəlmir. Hələ o yumşaq dedi. İlin əvvəlində əgər daha sərt danışırdısa, Zelenski sonradan başa düşdü ki, Trumpı lap belə hiddətləndirmək, qızışdırmağa ehtiyacı yoxdur. Çünki publika qarşısında Trump adətən öz emosiyalarını gizlətmir. İkincisi, məqam ondan ibarətdir ki, Avropa İttifaqının qərb ölkələri və bunun başında bu məsələdə biz Britaniyanın, Almaniyanın və Fransanın olduğunu açıq şəkildə görürük və yeri gəlmişkən bu ilk dəfə olaraq bəlkə də ABŞ və Britaniya fikirlərini, maraqlarını bir-birindən ayıran məsələdir. Yəni, əgər 1-ci və 2-ci Dünya müharibəsi ilə Britaniya və Amerika Birləşmiş Ştatları, Anglo-Saksonlar kifayət qədər ciddi şəkildə gücləndilərsə, əgər 1-ci Dünya müharibəsinin sonu olaraq ABŞ qızılı dünyada belə deyək də, qızılla Avropanı ələ aldısa, ona borclandılar. 2-ci Dünya müharibəsindən sonra isə dollar elədisə, ümumdünya valyutası və öz milli valyutasını gücləndirmiş oldusa, bugün biz görürük ki, onların baxış bucağı Ukraynada kəsişmir. Yəni, kəsişmir o mənada ki, Britaniya Zelenskinin arxasındadır və əgər Britaniya Zelenskinin arxasında olmasaydı, Macron və Almaniyanın demək, həm prezidenti, həm baş nazirimiz bu, belə deyək də, bu dərəcədə uğurlu ABŞ-a qarşı adımlar atmış olmazdı. Niyə uğurlu? Gəlin gizlətməyək. Bəzən deyilir və ciddi şəkildə Avropa tənqid edilir. Amma fakt ondan ibarətdir ki, Zelenskinin Trumpın planını qəbul etməməsində bircə səbəb var. Və bu səbəb Qərbi Avropa ölkələrinin onun arxasında dayanmasıdır. Açıq şəkildə Ukraynaya dəstək verməsidir. Bu artıq iş o yerə çatıb ki, demək, dondurulmuş Rusiyanın valyutasına bağlı, demək, banklarda yatan valyutasına bağlı məsələni qabardıblar. İndi edə biləcəklər, edə bilməyəcəklər. Bu kifayət qədər ciddi bunun iqtisadi, siyasi əsasları var. Amma fakt ondan ibarətdir ki, Avropa bunu edir. Avropa bunu edərək Rusiyaya dirəniş göstərir və hətta artıq Avropa mətbuatı, o cümlədən Macarıstan tərəfi qeyd edir ki, 2030-cu il ərəfəsində civarında Rusiya ilə Avropa arasında müharibə və sair kimi ehtimalları da güclənir. Eyni zamanda onu əlavə etmək olar ki, o ki qaldı Trumpın emosional Avropa ilə bağlı səsləndirdiyi fikirlərə qəti şəkildə bugünkü Trump hakimiyyəti Avropadakı solçulara, Avropadakı mərkəzçilərə nifrət edirlər. Onların ideoloji baxış bucağı, onların dünya baxış bucağı bir-birinin üst-üstə düşmür və əgər Trumpın imkanı olarsa, necə ki, Bidenlə bağlı kəskin fikirlərdir, bu yaxınlarda Kallasla bağlı ABŞ Dövlət Departamentinin nümayəndələri kəskin fikirlərini dedilər də, zəhlələri gedir. Onların baxış, onların dostu, onların yanında olan müttəfiqi daha çox Putindir və onun ətrafıdır, Çindir. Nə qədər də, hər nə qədər də Çinlə onlar iqtisadi rəqib olsalar da, nəinki Avropa və onun liberal, neoliberal düşüncəli siyasətçiləri. Azər müəllim, sizin fikriniz, sizə elə gəlmirmi ki, əgər Ukrayna məsələsi olmasaydı belə,
yenə də Trump administrasiyası ilə Avropa liderləri arasında ortaq məxrəcə gəlmək çox çətin olacaqdı. Hətta Ukrayna məsələsi Ukrayna kimi qəliz bir məsələ olmasaydı. Yox, bu şübhəsiz ki, Donald Trump'ın xarakterindən bağlı olan bir məsələdir. Yəni bir mənalı şəkildə birincisi onu deyək ki, ümumiyyətlə Ukrayna məsələsi olmasaydı bəlli deyil. Donald Trump ümumiyyətlə hakimiyyətə gələ bilərdim. Çünki faktiki olaraq Joe Biden və demokratların müəyyən mənada elə Ukrayna istiqamətində fiyaskosu, yəni Ukraynaya lazım olan səviyyədə dəstək göstərməməsi Donald Trump'ın imkanlarını bir qədər də artırmış oldu seçki öncəsi. Yəni bu barədə danışmaq istəyirəm. Biz dəfələrlə bu müzakirə eləmişik. Amma istənilən halda mən düşünürəm ki, bəli, bu Donald Trump'ın özünün baxış bucağı ilə bağlı olan bir məsələdir. Bir qədər əvvəl Zaur müəllim qeyd elədi. Yəni burada ideoloji, burada fərqlilik olmasa da belə, amma konkret olaraq siyasi baxış fərqliliyi var və bu siyasi baxış fərqliliyi kifayət qədər kəskin şəkildədir və yeri gəlmişkən Çin məsələsinə toxunuldu burada. Bəli, ABŞ-la Çin arasında son gedən münasibətlər və xüsusilə də bir hərəkətlənmə var. Bu bir daha onu göstərdi ki, Donald Trump üçün burada ümumdünya miqyasında məsələlərə münasibət daha çox onun iqtisadi maraqları və o konseptual baxışlarının təmin olması və ya ondan qaynaqlana biləcək bir siyasətdir. Avropa Birliyi bu nöqteyi nəzərdən Donald Trump'ın maraqlarına cavab verməyən bir siyasət yürütməkdədir. Çünki real olaraq Avropa Birliyi də daha çox özünün təhlükəsizlik məsələlərini qabardır. Məhz bu mövzu üzərindən də Ukraynaya çox böyük dəstək göstərməkdədir və məhz bu mövzu üzərində də fikir ayrılığı Donald Trump'la olan bu belə deyək də o baxış bucaqlarında fərqlilik sonrakı mərhələdə daha kəskin deməli münasibətlərin ifadə olunmasını gətirib çıxardır. Buyurun, Elçin Trump bu gün bəyan elədi ki, Ukraynada prezident seçkiləri keçirməyin vaxtıdır. Birbaşa olaraq və əslində bunu daha əvvəllər Putin deyirdi. İndi Trump deyir ki, prezident seçkiləri keçirməyin vaxtıdır və bunu bu kontekstdə deyir ki, Zelenski bizim verdiyimiz təkliflərlə razılaşmır. Avropa ölkələri Zelenskiyə deyir ki, biz sənin arxandayıq, narahat olma dayan. İndi nə olacaq? Hətta yeni sazişlər bağlanır Elçin müəllim. O Fransa ilə bağlanan saziş, 100 rəfah və digər məsələlər. Yəni NATO daxilində parçalanmadır da bu. Təbii bu biz artıq indi yox, daha öncədən elə Trump'ın birinci prezidentliyi dönəmindən Qərb blokunda müəyyən parçalanmaların şahidi olmuşuq. Yəni burada söhbət təbii ki, NATO blokunun reallıqda parçalanmasından, dağılmasından getmir. Mərkəzdən qaçma meyllərindən və NATO'nun maliyyələşdirilməsi ilə bağlı məsələnin daha qabarıq şəkildə gündəmə gəlməsindən, halbuki bu uzun illərdir ki, müzakirələr aparılırdı, amma Trump'ın birinci prezidentliyi dönəmindən daha sərt şəkildə gündəmə gəldi və tezdə ortalığa gəldi ki, Amerika Birləşmiş Ştatları ödənişsiz olaraq Avropa İttifaqını, Avropanı müdafiə etməyəcək və onun təhlükəsizliyini təmin etməyəcək. Pulunu ver, təhlükəsizliyini təmin edib. Bu ritorika əslində aydındır və bu gün də bu ritorika Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları münasibətlərinin pozulmasında ki, o prosesdə müəyyən qədər rol oynayıb. Mən yenə bir məqama xüsusi olaraq diqqət çəkmək istəyirəm. Bu, yenə də Trump'ın birinci prezidentliyi dönəmində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının kürsüsündən gələcək milli dövlətlərindir şüarıdır. Nəticə etibarilə eyni zamanda gələcək vətənpərvərlərin də fikirlərini də səsləndirmişdi. Bu, ideoloji bir səsləndirmə idi, fikridir? Təbii ki, yox. Çünki nə Trump ideoloji yapıya malik olan bir siyasətçidir, nə də Amerika Birləşmiş Ştatları ideoloji dövlət deyil. Bu, Avropa İttifaqına yönəlmiş və deməli, radikal sağçıların mövqelərinin möhkəmləndirilməsinə ünvanlanmış bir yanaşma tərzidir. Əslində, Trump'ın yanaşmasında Avropa İttifaqı bugün heç kimə lazım deyil. Yəni, mahiyyət etibarilə ayrı-ayrı suveren dövlətlərin olması və ayrı-ayrı suveren dövlətlərlə əməkdaşlıq Birləşmiş Ştatların maraqlarına daha çox uyğun gəlir. Nəinki dünyada vahid bir təsisat kimi çıxış edən, vahid bir mövqe sərgiləyən, nəhəng bir coğrafiyanı ifadə edən bir qurum kimi. Əslində, Orban və Fico bunu nümayiş etdirirlər. Təbii, bu əslində mərkəzdən qaçma meyillərinin ortaya çıxmasına zəmin yaradan faktorlardan biridir. Şübhəsiz ki, burada Avropa İttifaqının özünün, yəni Qərbi Avropa dövlətlərinin Şərqi Avropa dövlətlərinə münasibətdə sərgilədiyi mövqedə burada yer almaqdadır və maliyyələşdirmə prosesində
mərkəzi fondlardan əldə edilən vəsaitlərin düzgün bölünməməsində, Şərqi Avropaya daha az diqqətin ayrılmasında, enerji təhlükəsizliyi məsələsində Şərqi Avropanın maraqlarının nəzərə alınmamasında və s. Təbii ki, burada Avropa İttifaqının mərkəzi strukturlarının rolü açıq şəkildə görünür. Amma o da görünür ki, artıq Almaniya-Fransa birliyi, ittifaqı elə Avropa İttifaqının özünün gələcəyini mühafizə etmək və qorumaq iqtidarında deyil. Hətta müəyyən mənada sual altına alır. Yeri gəlmişkən, Avropa Birliyində ikinci kaqortada olan dövlətlər var idi. Hansını ki, biz sadaladıq, o cümlədən də İtaliyanı, Yunanistanı və digər dövlətləri. Bugün biz fikir versək, görürük ki, Donald Trump onlarla birbaşa münasibətlərin qurulmasında maraqlıdır. Nəinki bunu Avropa Birliyi üzərindən edilməsi nöqteyi nəzərən. Bu da ondan xəbər verir ki, həmin o dövlətlər artıq rəsmi Brüsselin bu onların təbirincə desə bir növ antimilli siyasətin həyata keçirməsində artıq çox kəskin şəkildə öz etirazını bildirmiş olurlar. Buyurun Əlim Məsələn, sana. qeyd etmək istəyirdim ki, və Zaur müəllimə toxundu ki, Böyük Britaniyada keçirilən görüş haqqında və bu görüşdən sonra Avropa üçlüyü, Avropa İttifaqı üçlüyü dediyimiz Böyük Britaniya, Almaniya və Fransa dövlət başçıları bəyanat verdilər ki, biz qərar qəbul etmək bizim işimiz deyil. Biz Ukraynanın, Zelenskinin qəbul etdiyi qərarla razılaşacağıq. Amma əvvəllər belə demirdilər. Əvvəllər Zelenskini açıq şəkildə və dünyanın gözü qarşısında məcbur etmək istəyirdilər ki, Trumpın qəbul etdiyi qərar, yaxud da ki, Trumpın onu məcbur etməsini qəbul etməsin və məhz Avropa İttifaqının qərarını qəbul etsin və Rusiyaya torpaqları verməsin. Amma bugün biz məhz Avropa İttifaqı üçlüyünün əvvəlki mövqelərindən geri çəkildiyini düşünürük, görürük. Və eyni zamanda Trump deyir ki, seçkin keçməsi lazımdır, prezident seçkiləri keçməlidir və Zelenski dəyişməlidir. Üst-üstə düşmürmü bu? Avropa İttifaqı Amerika Birləşmiş Ştatlarına yaxınlaşmırmı? Artıq Avropa İttifaqı da Ukraynanın torpaqlarının verilməsi istiqamətində qərar qəbul etməyə tərəf getmirmi? Mən hesab edirəm ki, bu belədir və mən düşünürəm ki, Avropa İttifaqı məhz Amerika Birləşmiş Ştatları ilə öz münasibətlərini yaxşılaşdırmaq üçün və dediyiniz məsələləri daha da üstünə çıxarmamaq üçün, yəni Trumpın Avropa İttifaqına birdəfəlik üz çevirməməsi üçün məhz Ukrayna məsələsində Ukraynanı güzəştə getməyə məcbur edəcək. Sadəcə bir fərq var burada. Simalarını qoruyaraq çıxmaq istəyirlər prosesin içərisindən və əslində prosesi müəyyən qədər uzanmasını Eyni zamanda günahı Zelenskinin üzərinə atmaqla və bugün düşünürlər ki, biz Ukraynanı müdafiə etməyə qüdrətinə malik deyilik, Amerika Birləşmiş Ştatlarını. Və Ukrayna savaşa girsə və mütləq uzanacaq. Bəlkə bu uduzacaq. Bəlkə bu uğursuzluğu gördüklərinə görə bu günləri atırlar Zelenski üzrə. Burada başqa bir məsələ də var, Əlimsə müəllim. Avropanın başına dəyibdi artıq o gömrük deməli rüsumları və ticarət rüsumlarına bağlı. Yəni faktiki olaraq Donald Trump'ın bununla bağlı təzyiq alətləri öz işini gördü. Nəticə etibarilə biz mövqelərin də dəyişdiyini məhz bu səbəblərdən biri kimi də dəyərləndirə bilərik. Avropada artıq Trump'a doğru gedir, Trump'la razılaşma. Birdən-birə demir ki, biz Trump'la razılaşırıq, amma Zelenskiyə təzyiq etməklə İki vacib element, ticarət və hərb sahəsi. Deməklə ki, biz Zelenski'də qərar qəbul edən, o nə desə biz ona razıyıq. Bu deməkdir ki, artıq əvvəlki mövqeyindən çəkilir və Zelenskini məcbur etmək uzaq perspektivdə isə Amerika Birləşmiş Ştatlarının nadir mineralların ələ keçirilməsi istiqamətində sərgilədiyi bir mövqe, siyasət nəticə etibarilə Avropa İttifaqının ümumiyyətlə müasir texnologiyanın tətbiq prosesindən kənarda saxlaya bilər. Yəni, Ukrayna üzərindən də imzalanmış saziş var. Şübhəsiz. Bu da əslində ona xidmət edən bir addımdır. Və təkcə Ukrayna deyil, digər istiqamət. Zaur, müharibə elə bir şeydir ki, bütün diplomatik bəyanatları və diplomatik manevrləri pərdə arxasında saxlayıb müxtəlif həqiqətləri çılpaqlığı ilə ortaya qoya bilir. Çünki hər şey döyüşdəki vəziyyətdən, səngərdəki vəziyyətdən döyüş meydanında həll olunur və indi Ukrayna ətrafında vəziyyət elədir ki, çox konkret qərarlar verilməlidir. Mən sadə bütün diplomatik gözəllikləri və makiyajı bir qırağa qoyub olanı demək istəyirəm. Birləşmiş Ştatlar Ukraynaya deyir ki, get razılaş. Ukrayna konstitusiyasında yazılıb ki, mən ərazimi güzəştə gedə bilmərəm. Zelenski buna sadəcə imza ata bilməz. Konstitusiyanı dəyişməlidir. Trump deyir ki, belədirsə Zelenskini dəyişin, imza atacaq adam gətirin. Avropa deyir ki, yox, mübarizə apar, biz sənə dəstək olacağıq. Amerika deyir ki, mən sənə Ukraynaya silah verməyəcəm, sizə satacağım. Almağa pulunuz var. Avropa deyir, yox, almağa pulumuz yoxdur. Amma Rusiyanın dondurulmuş aktivləri var. Biz oradan götürüb sizə verəcəyik.
Və burada Avropa ölkəsi olan Belçika çıxır qabağa, hansında ki bu pullar fiziki oradadır. Və deyir ki, siz indi bunu götürüb verəcəksiniz. Amma Rusiya sonra mənim verəcəyim məhkəməyə və həmin aktivlər, Rusiyanın dondurulmuş aktivləri Belçikanın ümumidaxili məhsulunun 1/3-dir. Mən olacağam bankrot. Eyni vəziyyətdə Yaponiya. Yaponiyada da G7 təsir göstərməyə çalışırdı ki, Yaponiya Rusiyanın dondurulmuş aktivlərin bir hissəsini versin. Yaponiya vermədi. Hərçənd ki, Yaponiya ilə Rusiya arasında Kuril adaları ilə bağlı olan münasibətlər hamı məlumdur. İndi necə olacaq? Yəni, sabah Avropa İttifaqı, Avropanın aparıcı ölkələri qərar verməlidirlər. Bu pulu biz Ukraynaya veririk, ya vermirik. Necə eləyəcəklər? Çox yaxşı ümumiyyətlə bu vəziyyəti Çox sadə dillə izah elədiniz. Vəziyyəti O gözəllikləri bir yana qoydum. Kombinasiya. Çox əla belə deyək də izah etdiniz. İsveçrədə yeri gəlmişkən mövqeyi fərqlidir Fransadan və Britaniyadan digər ölkələrdən. Hər halda biz onu görmüş olduq ki, Zelenski bu gün də isnad elədi. Dedi ki, konstitusiya mənə imkan vermir və mən imzalaya bilmərəm. Konstitusiya əslində nə Zelenskiyə, nə də ki, növbəti seçkilərdə qalib gələcək növbəti liderə də imkan verməyəcək. Kimsə konstitusiyanı poza da bilər. Həmin lider olacaqsa, o imza ataraq, belə deyək də, özlərindən də xətt çəkmək istəməyəcək və s. Buna görə burada vəziyyət olduqca çətindir və əgər müharibəni dayandıracaq adam varsa, elə ən real namizədlərdən biri Zelenskidir. Amma bu niyə alınmır? Ona görə alınmır ki, ərazi ilə bağlı qəti mövqeyi var. Düzdür, Rusiya tərəfinin də Xersonla bağlı, Zaporojye ilə bağlı mövqeyi dəyişib və indi o daha çox Donbas istiqamətində istinad edir ki, bu məsələ öz həllini tapsın. Burada da Simanı qorumaq məsələsi var. Amma bu və yaxud digər şəkildə ərazi ilə bağlı ilk növbədə, yəni burada problem məhz ərazi mübadiləsi ilə bağlıdır. Rusiya görür ki, Trump onun yanındadır. Rusiya görür ki, Avropada fikir ayrılığı var və Ukrayna daxilində də Zelenski ilə bağlı fikirlər birmənalı deyil. Ona görə maksimum şəkildə, belə deyək də, hücum diplomatiyasını həyata keçirir və bugün Rusiya prezidenti tərəfindən yeri gəlmişkən hərbi çağırışla bağlı, ehtiyatlı olanların hərbi çağırışa çağırılması ilə bağlı bir Hərbi təlimlərdir, səhv eləmirəmsə. Əmr də imzalandı. Bu artıq onu göstərir ki, yaxın 2-3 ayda geniş miqyaslı Rusiya cəbhə xəttinin bütün istiqamətlərindən hücuma getmək fikrindədir. Amma öz növbəsində Amerika Birləşmiş Ştatları da bu və yaxud digər şəkildə Zelenskiyə təsir edir. Hörmətli qonaqlar, proqramımıza ayrılan vaxt başa çatdı. Studiyamıza gəldiyinizə görə sizə təşəkkür edirəm. Əziz tamaşaçılar, biz bugün Diqqət Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya səfərindən və iki ölkə arasında müzakirə olunan məsələlərdən danışdıq və eləcə də Avropada yaranmış ümumi durumdan söz açdıq. Bizə baxdığınıza görə təşəkkür edirəm. Gecəniz xeyrə qalsın.